Hacı Faiz kardeş olar. Kimi? Hacı Faiz kardeş. Kimdir sorsan? Adı Allah bəndəsi. Sual vermək istəyirəm. Allah bəndəsinə qurban olum. Allah bəndəsinin adı yoxdur qardaş. Fəriddir, Fərid. Fərid? Ya Allah. Bəli. Alo, salam ağa, necəsiz? Aleykümselam. Olar sizə bir-iki sual verim inşallah. Bəli. Mən istəyərdim, burada bir-iki saqqalı qardaş var idi, bayağı aşağıda söhbət edirdim. Biraz mənim belə fikirlərimə belə şeylərdir. İstəyirdim, dəqiqləşdirim də. Bu imamlardan kömək istəmək olar da, yəni pirlərdən şəfa bilənmək olar da inşallah. Niyə olmuş ki? Yəni bu var da İslamda. Sədən Ramazan istəyirsən, qardaşdan istəyirsən, bacıdan istəyirsən. Elədir. Ələmədən qayatdan istəyirsən. İvandan Petrovdan istəyirik köməyi. İmamına peyğəmbərdən olmaz. Allah razı olsun. Bir də bu məsum söhbəti var. 14 məsum, bu ancaq 14 məsumdur da. Bəli. Ancaq bu 14'ü məsumda inşallah. O öbürlər də peyğəmbərlərin hamısı məsumdur. İndi 14 məsum umumən seçilib bunların içindən yəni. Bir də bu Yezid söhbəti var. Bunlar Yezidə lənət oxumur da. Yezidə lənət oxumağın savabı var. Necə? Yezidə lənət oxumağın savabı var. Ona Yezidə lənət oxumayana Allah lənət eləsin. Bunlar elə Yezidin söyləmələri də ona yoxmurlar da. Bir də bu Kərbalaya mən inşallah getmək istəyirəm. Allah köməyin olsun. Orada getməyin savabı nə qədərdir? Oradan qılınan namaz nə qədərdir? Neçə min savabı? Savabı çox. Peyğəmbər hədisi var və sünnələrin kitabında. Ki Peyğəmbər hətta bir də bu kim əgər məndən sonra, yəni şəhid olan İmam oğlum Hüseyni ziyarət edir, Allah Taala mənim ömrünü bir də ziyarət edər ziyarəti. Çünki 90 mənim qəbul olmuş ziyarətin savabını verər o adama. 90 həd. Bəli, 90 həddinin Peyğəmbərin haddına, sənin mənim yox ha. Hələ Peyğəmbərin, maşallah. Bir də bu belə bir sual vermək olar da, yəni Allah Taala hardadır? Bəli. Allah Taala yəni hardadır? Biz deyirik hər yerdədir, düzdür? Bəli. Məsələn, yəni Allah Taala inşallah məkandan yəni münezzəhdir. Məkanı zamanı Allah yarattı. Onun məkana ehtiyacı yoxdur Allah Taala deyir. Yəni səmadat demək olmaz da. Necə? Səmadat demək olmaz da. Hər yerdə o mənada, yəni hər şey Allah əhatə edir. Səma, yer, göy Allah şey deyir ki. Bəs nə bu Quran surəsi gətirdilər, dedilər yəni surədə var istiva edir. Bu nə deməkdir? Mən başa düşmədim. İstiva həmin elə o deyirlər. Yəni hökm altına aldı. Bəli, Allahın hökmü altındadır hər şey. Bir də mən inşallah əl açıq qılıram da. Bu əli bağlı qılanlar necə? Əli bağlı qılmaq namazı batıldır. Namaz qılmaq, Peyğəmbər əli bağlı namaz qılmıyor. Əli bağlı namaz qılmaq batildir. Nəzəri məzhəbinə görə. Hamı bütün müsəlmanlar əli açıq qılmağı deyib olar. Əli açıq, o əlbəttə əsl elədir. Nə deyirəm sənə? Bütün müsəlmanlar, dünyamızda deyir ki, əli açıq qılmaq olar. Amma əli bağlı qılmağı açıq-aşkar imamlar buyurur ki, batil kimi əli bağlı namaz qılsa. Allah razı olsun. Əli bağlı, Peyğəmbər əli bağlı qılsaydı, hamısı eyni cür qılardı, elədir? Hərəsi bir cür, biri ərin göbeyin üstünə qoyur, biri böyrəyin üstünə qoyur, biri cigərin üstünə qoyur, biri sonra iki sinəsinin ortasına qoyur, bilmirsən, biri də yüz üstürəm göbeyindən aşağı qoyur. Allah razı olsun. Amma əli açığı da hamısı deyir ki, olar. Sizin adınız Hacı Faiz oldu da inşallah. Amma nə edirsən? Allah bəndəsi. Allah köməyin olsun. Yox, siz məndən soruşsunuz da adımı. Yox, mən soruşmamışdım, bilmirəm adınız nə deyir. Allah razı olsun, sağ ol. Sağ ol. Sağ ol.